Azərbaycan Dəmir Yolları pandemiyadan əvvəl fəaliyyət göstərən stansiyalar və dayanacaqların bərpasını mərhələli şəkildə həyata keçiririk. Burada məqsəd müştəri məmnuniyyəti, sərnişinlər üçün bölgələrə səfərlərdə əlçatanlığın təmin edilməsidir. Bununla bağlı 18 aprel tarixindən sərnişinlərimiz artıq Kürdəmir stansiyasından da istifadə edə biləcəklər. Onlar gündəlik olaraq Bakı, Qazax, Bakı 4 reys və Bakı, Balakən, Bakı 2 reys olan qatarlarda səfər edərək Kürdəmir stansiyasında enə bilərlər. Əlavə olaraq həftə sonları fəaliyyət göstərən Bakı, Ağdam, Bakı və əlavə qatar olan Bakı, Ağstafa, Bakı qatarları ilə də Kürdəmir stansiyasından istifadə edə bilərlər. Gördüyünüz kimi Kürdəmir stansiyası əsaslı təmir olunmuşdur. Gözləmə zalı, dip zalı təmir olunaraq sərnişinlərin istifadəsinə verilmişdir. Kürdəmir stansiyasının açılması ilə ətrafda olan 300 minə yaxın sərnişinin, əhalinin Azərbaycan Dəmir Yollarının qatarlarından istifadə edilməsi üçün imkan yaradılmışdır. Sərnişinlərimizə xoş səfərlər arzulayırıq. Təşəkkür edirəm. Bir neçə bundan əvvəl Ağdama xüsusi reyslər açılmışdı. Yaxın zamanlarda düşünürəm ki, gələn ilə Xankəndi Dəmir Yolu avtovağzal kompleksinin açılışı nəzərdə tutulub. Həmçinin bildiyimiz kimi Şərq, Qərb və Şimal-Cənub nəqliyyat dəhlizi üzrə işlər görülür və onların da 2028-ci ilə qədər bitirilməsi nəzərdə tutulur və fərqli istiqamətdə yeni qatarların alınması ilə yeni reyslərin də açılması nəzərdə tutulur. Kürdəmir stansiyası demək olar ki, Azərbaycanın tam mərkəzində yerləşir və dəmir yolu olmayan istiqamətlərə də bir nəqliyyat əlçatanlığı təmin edir. Həm Kürdəmir və yaxında olan Ağsu rayonu və digər yaşayış məntəqələrinin də Bakıya dəmir yolu üzərindən əlaqəsini təmin edir və yeni bir alternativ formalaşdırır. Daha komfortlu, daha sürətli, daha təhlükəsiz bir paytaxtla əlaqəni təmin edir.